Ağstafada baş verən yol nəqliyyat qəzasında ölən və yaralıların kimlikləri məlum olub. Ford markalı avtomobillə Opelin toqquşması nəticəsində Opelin sürücüsü Göygöl rayon sakini 1979-cu il təvəllüdlü Əliyev Ceyhun Əhədoğlu ağır bədən xəsarəti alıb. O xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Fordda olan 1970-ci il təvəllüdlü İmanquliyev Mahir, onun qızları 1992-ci il təvəllüdlü Magiyə və 1994-cü il təvəllüdlü Raziyə, həmçinin digər sərnişinlər, Gəncə şəhər sakinləri 1982-ci il təvəllüdlü Asim Məmmədov, 1981-ci il təvəllüdlü Elsevər Kazımov və 1980-ci il təvəllüdlü Asif Fərəcov müxtəlif bədən xəsarəti ilə Ağstafa rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Saat 21 radələrində avtoqəzadan sonra zərər çəkmiş 6 nəfər qəbul olunmuşdur. Zərər çəkənlərdən biri xəstəxanaya qəbul edilən artıq ölmüş vəziyyətdə idi. Əliyev Ceyhun Əhədoğlu 79-cu il təvəllüd. Digər xəstələrin isə vəziyyəti ümumi olaraq ağır kimi qiymətləndirilir. Onlar deməli müxtəlif nahiyələrin, xüsusilə Bud nahiyəsinin qapalı sınıqlarından və Baldırın açıq sınığından qəbul olunmuşlar. Hamısının vəziyyəti demək olar ki, ağır kimi qiymətləndirilir və hal-hazırda xəstələrə intensiv reanimasyon tədbirləri davam etdirilir. Anadan çıxan gözü bir-birinə dəyirlər. Bunda biri Forddur, bundan Opel idi. 5 nəfər bunda idi, yaralı. Onun vəziyyəti ağır idi, gəldi, fövqələrdə çıxartdı onu ondan. İnsanın götürdə gəldi, skor götürdü, apardı. Mənim qızımın biri onkoloji xəstədir. Gürcüstandan ximioterapiya elədib gəlirdim. O biri qızımda da biraz psixoloji xəstəlik var. Onu da aparmışdım ki, doktora göstərəm. Çatdıranmadım, bugün bunu ancaq işini gördük, gəlirdik. Belə oldu. Nələ gəlirdiniz? Biz Ağfordla gəlirdik. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Xatırladaq ki, qəza ötən gün axşam saatlarında Bakı-Qazax magistral yolunda Ağstafa rayonunun Qırlı kənd ərazisində baş verib. Jalə Bayramlı, Kamran Əskiparalı, Səs TV, Ağstafa.